Afət Əzizova Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mənzil satışı proqramı sayəsində Ramana qəsəbəsində öz evinə sahib olub. Evə böyük ehtiyacım var idi. Paçda evsiz idim. Odur ki, müraciət elədim. Orada bron eləmək lazım idi mənzilləri. Axır ki, dekabrda mənə də nəsib oldu. Dekabrda mən Ramanadakı binalardan birində 4 otaqlı mənzilə sahib oldum. Sənədləşdirdik. Artıq mən həmin mənzilin sahibəsiyəm. İmkanım olan qiymətə başqa yerdə ev ala bilməzdim. Ona görə də mən məmnunam ki, əlimdə olduğum, indiyə qədər toplaya bildiyim məbləğə ev sahibi ola bildim. Qeyd edək ki, hər biri 3 və 4 otaqlı olan bu mənzillərin satışı ms.sosial.gov.az portalı üzərindən onlayn qaydada həyata keçirilir. Mənzil almaq istəyənlər qeyd edilən portala daxil olaraq mənzillərlə tanış ola, almaq istədiyi mənzili seçərək onu portaldakı bron et düyməsini sıxmaqla bron edə bilər. Mənzillərin qiyməti müstəqil qiymətləndirici tərəfindən qanunvericiliyə uyğun olaraq müəyyən edilib. Əlavə məlumat əldə etmək istəyənlər 142 çağrı mərkəzinə müraciət edə bilərlər.